El üçün bir zərrə iş görən, hər işə, hər hansı bir işə dəstəyi olan insanlar böyük insanlardır və böyük ehtiramla təşəkkürümüzü çatdırmalıyıq. Artıq 3-cü dəfədir Naxçıvan Dövlət Universitetində, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə, daha doğrusu, buradan Elbrus müəllim də salamlayırıq və ona böyük o ürək dolusu, qucaq dolusu salamlarımızı çatdırırıq, təşəkkürümüzü bildiririk. Elbrus müəllim artıq bu il 3-cü ildir Naxçıvan Dövlət Universiteti olaraq Qərbi Azərbaycanla bağlı bu 3-cü beynəlxalq konqres festivala rəhbərlik eləyir. Yəni, çox böyükdür. Dünyanın müxtəlif yerlərindən təbii ki, gəlirlər. Azərbaycanın hər bölgəsindən, hər kəndindən, hər şəhərindən, hər universitetindən orada insanlar təmsil olunurlar. O qədər möhtəşəm, o qədər gözəl, o qədər təşkilatı işlər hamısı qaydasında olur ki, düşünürsən ki, bir işi bəlkə də bir neçə adam ərsəyə gətirib, amma bu Elbrus müəllimin təbii ki, bizim gözümüzün qabağında olan məsələdir. Rəsmi hissədən tutmuş, həmin sərgilərdən, həmin musiqilərdən, həmin el havalarından, həmin xalçalardan, həmin mətbəx nümunələrindən hər nə varsa, bütün Azərbaycan bir yerdə təqdim olunur xarici qonaqlarımıza təbii ki.